Salam, hər vaxtınız xeyir. Bugün biz possessive case, yəni ismin yalik halını keçirəcəyik. Bir öncəki hissədə ismin bir hissəsini keçdik, indi isə qalan hissəsini keçirik və bununla isim bölməsini bitirmiş olacağıq. Gəlin başlayaq ismin yalik halına. Possessive case. Azərbaycan dilində də eynəndir, ingilis dilində də yalik hal ın üstü 4 şəkilisidir. In, in, un, ün və ya da nın, nin, nun, nün. Bu tipdə istifadə olunur. İngiliscə gəlin bunu çevirək indi ingiliscəyə. Bir apostrof s-dən istifadə olunur. Bir apostrofdan istifadə olunur. Bir də ki, of söz öncəsindən istifadə olunur. İndi bunları dəyişir. Canlılarla s istifadə olunur və ya apostrof istifadə olunur. Cansızlarla of istifadə olunur. Əgər sözümüz təkdədirsə, baxın, təkdədirsə, o zaman apostrof s-dən istifadə olunur. Apostrof s-dən. Yəni bizim sözümüz təkdə olmağını hardan bilirdik? Yəni kökündə ya s olmamalı idi, ya da ki biz tərcüməsini bilməliydik ki, bu təkdir, cəmdir. Adətən isimlərin cəmlənməsində s-dən və ya da is-dən istifadə olunur. S və ya da is. Onlar yoxdursa sözümüz təkdədir. İndi bəziləri istisnadır. Keçən dərsdə dediyimiz hissələrə baxsaz, orada görəcəksiniz istisnalarımız var. Amma gəldik canlı həm də cəm olan isimlərə. Biz dedik axı, s və is-dən cəmlənənlər var, kökdən dəyişib cəmlənənlər var, ümumən toplu isim olanlar var ki, həmişə cəmdə olur. Biz bunları ayırmalıyıq. Niyə? Çünki, baxın, burada deyir cəmdə. Bütün cəmləri demir ha. Sonu s ilə cəmlənənləri nəzərdə tutur. Sonra s ilə cəmlənənlərə biz bir də apostrof əlavə edirik. Bir də apostrof ardıcı s yazmırıq. Yazsaq səhv olur. Təkcə bir də apostrof əlavə edirik. Yuxarıda baxdıq doctor salary. Aşağıda da baxaq. Baxın burada s-in yeri dəyişib. Yuxarıda s apostrofdan sonradır. Burada isə apostrofdan əvvəldir. S. Burada olub doctors salaries. Sonda da cəmlənib. Çünki həkimlərin maaşları olur. Həkimlərin maaşı olmur. Ona görə bu hissədə cəmlənib. Həkimlərin maaşları. Baxın ın, in, un, ün şəkilsi var burada. Həmin ki bu apostrof orada ın, in, un, ün şəkilsini gətirib çıxarıb. Bir də var ki, söz sonunda s ilə cəm şəkilsi deyil, sözün tərkibində olur. Bunlar adətən təkdə olur və sonda 2s olanlar sayılır bunlar. Məsələn, baxın, sonda 2 dənə s varsa, bu təkdədir. Və biz bunu yalik hala çevirmək istəyiriksə, apostrof s-dən istifadə edirik. Və burada da yazıb, sonra s ilə bitənlər təkdədir, bunu dedim. Bir də var ki, cəmi s-lə düzəlməyənlər var idi, kökdən dəyişənlər var idi, ümumən cəm mənasında olanlar var idi ki, yəni təki də cəmi eyni olanlar var idi. Bunlar ayırmalıyıq biz. Children uşaqlar demək. Baxın, s-lə cəmləndirməmişik. i-n-lə, yəni n yazdı bax. O isə ilə cəmləndirmişik. Children. Uşaqlar. İndi biz də uşaqların otaqları demək istəyirik. Biz bunu görüb, yəni bunu cəmdə görüb, tez qaçmayaq ki, burada bir apostrof olacaq. Xeyr, biz dedik, sonu s ilə cəmlənənlər və is ilə cəmlənənlərdə apostrof yazılır. Digərlərində isə biz təkcə apostrof yazmırıq, ardıca s yazmalıyıq. Children's room, uşaqların otaqları. Men's caps, kişilərin papaqları. Baxın, burada da yenə apostrof s-dən istifadə olundu. Sonra, burada ümumiyyətlə bu aşağıda iki kateqoriyada olan isimlər həm tək, həm də cəm formasının yalik halı apostrof s-lə düzəlir. Bunu yadda saxlamaq rahatdır. Baxın, men's suit, kişinin geyimi, yəni kostyumu. Bir də var ki, kişilərin və ya da adamların geyimləri. Baxın, ikisi də apostrof s ilə düzəldi. Nə olsun ki, cəmlənib? Kökdən cəmlənib. S ilə cəmləndirmədik ki. Ona görə biz apostrof s yazırıq. Bir də var ki, təki və cəmi eyni olan isimlər. Eder bir maral ya da ceyran mənasında gəlir. Eder's track olur maralın buynuzu. There's tracks olur maralların buynuzları, ceyranların buynuzları. İkisində də apostrof s-dən istifadə etdik. Yəni bunların təki də cəmi də eyni olur. Sadəcə bir də artikel yazsa qabağına tək olur, yazmasaq cəm olur. Sonra people sözünə aid qaydadır. People iki cür yalik hala keçir. Bir, cəm mənasında olur. Yəni, ümumən cəm mənasında olur. Apostrof s ilə düzəlir. Those people's great, o adamların
xəstəliyi. Baxın, people burada cəmdədir. Amma xalq mənasında olanda təkdə olur. Əgər biz xalqlar demək istəyiriksə, sonuna s əlavə edirik. İndi xalqların demək istəyiriksə, yəlik hala əlavə edirik də ona. S apostrof olur. This people's independence. Bu xalqların müstəqilliyi. Baxın, ın şəkilçisi var. Cansız isimləri dedik ki, of vasitəsilə düzəldirik. Əvvəlində də isim gəlməlidir, sonunda da isim gəlməlidir. Və bir şey dediyim ki, əgər hər iki tərəf artikel qəbul edən sözlərdirsə, hər iki tərəfə artikel yazmaq məcburiyyətindəyik. Ofdan əvvəl də artikel olmalıdır, z artikeli, sonra da z artikeli olmalıdır. Bu qaydanı yadda saxlayaq. Burada bir şey var. Əgər of varsa, sözlərin yeri dəyişir. Yəni tərcümə zamanı sözlərin yeri dəyişir. Gəlin baxaq. The door, qapıdır. Qapı. Of the room. Roomdakı otaq. Amma tərcüməyə baxın, otağın qapısı. Qapının otağı demədik ya. Otağın qapısı dedik. Yerləri dəyişdi. K açardı. The car, maşın. Maşının açarı. Ko və üzlüydü. The book, kitab. Kitabın üzü. Baxın, of varsa yerlərini dəyişirik. Tərcümə zamanı yerlərini dəyişirik. Of, baxın, həm canlılarda, həm cansızlarda istifadə olunur. Yəni, ümumi qaydadır bu. Amma adətən cansızlarda istifadə edirik ofu. Mürəkkəb isimlərin yəlik halı sonuncu sözə apostrof s artırmaqla düzəlir. Bu qədər rahat. Brothers-in-laws, shop. Qayının mağazası. Qayın, qayına, qayı yox, qayının. Eyni bir isim, əşya və varlıq cümlədə iki və daha çox adama eyni anda məxsus olduqda. Baxın, ortaq olanda yəlik hal şəkilsi sonuncuya əlavə olur. Baxın, eyni bir əşya və ya da varlıq iki eyni adama aid olarsa, üzr istəyirəm, iki adama eyni anda aid olarsa, bir dənə sonuncusuna apostrof s yazırıq. Yox, əgər aid olmazsa, yəni ayrı-ayrılıqda hərəsinin özünə məxsus bir əşyası və ya da bir varlığı varsa, o zaman hər ikisinə apostrof s yazmalıyıq. İndi nümunələrlə baxaq, daha yaxşı mənimsəyəcəksiniz. Burada baxın, John and Jack's car. Car sözü bu təkdədir, maşındır. John və Jack'in maşını. Burada John və Jack'in maşını deyəndə adamın ağlına nə gəlir? Yəni, hər ikisinin bir maşını var. Yəni, maşını John da istifadə edir, Jack da istifadə edir demək. O zaman bir dənə sonuncusuna apostrof s yazmaq bəs edir. Deməli, bu hər ikisinə aiddir. Yəni, eyni anda hər ikisinə aiddir. Amma aşağıdakına baxaq. Burada baxın, bunun sonunda da apostrof s var. Bunun sonunda da apostrof s var və bu sözümüz cəmlənib. John's and Jack's cars. John və Jack'in maşınları. Baxın, artıq cəmdir. Cars cəmlənib. John'un və Jack'in maşınları deyəndə biz. Deməli, ağlımıza nə gəlir? John'un ayrı maşını var, Jack'in ayrı maşını var ki, deməli, bunlar bir araya gələndə maşınlar olur. Buradan ayırmalıyıq. Hər kəsin ayrı-ayrılıqda maşını varsa, hər kəsin sonuna apostrof s əlavə olunur. Yəni, hər kəs deyəndə ki, ismi sonuna apostrof s əlavə olunur. Gəldik indi digər qaydaya. Yəni, bu tipdə testlər var. Bizim biraz beynimizi qarışdıra bilər. Elə vaxt olar ki, isim tək olar. Tək olarsa, sonuncusuna apostrof s əlavə edirik. Cəm olarsa, hər ikisinə apostrof s əlavə edirik. Amma sayılmayan isimlər var, bir də ki, bədən üzvləri var. Bunlar da fikir vermək lazımdır. Əgər bədən üzvləri, yəni bəziləri sayılmır. Məsələn, burada işlənib, aşağıda işlənib. İndi baxacaq. Məsələn, bədən üzvləri var. Hər kəsin özünə məxsus bədən üzvü var. Ona görə hər birinin sonuna apostrof s əlavə olunmalıdır. Baxın, mənim bədən üzvüm başqa, o birisinin bədən üzvü başqa. Yəni, heç kim bədən üzvü o birisinə aid ola bilməz. Ona görə hər bir ismi sonuna apostrof s qoyulmalıdır. Bir də xəbərə gəldikdə, əgər ismimiz təkdədirsə iz olur, flats sonda s var, cəmlənibsə xəbərimiz cəm olur. Məsələn, burada baxın, Tom's and Nick's hair saçı is black. Tomun və Nick'in saçı. Saç sayılmır. Ona görə sonda s yoxdur. Deyəcəksiniz ki, bəs s yoxdur axı burada. Saç sözü sayılmır. Tomun və Nick'in saçı deyəndə baxın, Tomun öz saçı var, Nick'in də öz saçı var. Heç birinin saçı o birisinə aid ola bilməz. O zaman nə olur? Hər birinin sonuna apostrof s yazılır. Yəni testdə belə şeylərlə qarşılaşacağıq. Bu qaydalarda baxarsınız. Bir də ki, sonu s-dən bitən adlar var. İstəsiz apostrof s-lə, istəsə bir də təkcə apostrofla
yazıb keçə bilərsiniz. Heç bir fərqi yoxdur. S yalnız yəlik hal deyil. Gəldik əsas qaydaya. Is, has və as kimi istifadə oluna bilər ki, onlar da qısaldılanda apostrof s kimi olur. Biz bunları necə ayıra biləcəyik? Yəni hardan biləcəyik ki, bu yəlik halda yoxsa başqa məqamlardır? Ona görə bu qaydaları bilməliyik. Baxın, s yalnız ismə artırmalıdır. Bulut sözlər isim deyil. Bunları yadda saxlayın, yəni yəlik hal deyil. Apostrof s-dən sonra yalnız sifətlə isim, baxın, təkcə sifət yox, ya sifətlə isim, ya isim, ya da ki, fe'li sifətlə isim, sayla isim, ya da gerund gəlməlidir. Gerund bizim dildə məsdərə oxşuyur. Məsdər nədir? İsimdən fe'lin xüsusiyyətlərini daşıyır. O da yəni, orada da yəni isim var. Gəldi indi bura. Baxın, apostrof s-dən sonra isim gəlirsə yəlik haldır. Mary house, Mary'nin evi. Baxın, Mary'nin evi deyirik. Bir də var, sifətlə isim. Diana's old photo. Diana'nın köhnə fotosu, köhnə şəkli. Old sözü var. Köhnə, necə? Sifət gəlir. Amma təkcə sifət gəlirsə olmur. Sifətdən sonra isim gəlməyə mütləqdir. Eynən də bu qaydaya aid fe'li sifətdən sonra mütləq isim gəlməlidir. Kate's new published novel. Kate'in yenicə nəşr olunmuş novel. Hansı yenicə nəşr olunmuş fe'li sifətdir. Say isim. Burada məsələn bir cümləyə baxaq. The dancer first performance. Performans yəni göstəriş deyək də biz ona. Rəqqasın birinci performansı. Baxın, rəqqasın ın şəkilsi var. Birinci, neçənci? Birinci. Sıra sayı var. O zaman olur. Yenə də baxın, isim gəlməlidir. Bir də ing, gerund var. David's smoking. Davidin siqaret çəkməyi worried, narahat edir. His parents, onun valideynlərini. Davidin siqaret çəkməsi onun valideynlərini narahat edir. Baxın, çəkməsi. Kimin? Davidin. Yəlik hal var burada da. Amma aşağıdakı hallarda yəlik hal olmur. Baxın, əvəzi gələrsə yəlik hal deyil. Sifət gələrsə yəlik hal deyil. Yəni is anlamına gəlir. Article, and, z gələrsə yəlik hal deyil. Söz önlərdə in, on, at, for, from, bu tipdə söz önləri çoxdur. Bunlar gələrsə yəlik hal deyil. Say, rəqəm gələrsə yəlik hal deyil. Bəs bayalar dedik axı biz, say gəlsə olur. Amma saydan sonra isim gəlməlidir. Özdə sıra sayından sonra isim gəlməlidir. Sonra fe'l gələrsə olmur, fe'l gələrsə olmur. Yəni yadda saxlayın, fe'l gələrsə olmur. Got, been, sonra yəni bu sözlər gələrsə olmur. Zərf, nitq səsi kimi gələrsə olmur. Və zərflər də çoxsu l-ı ilə bitir. Oradan yadda saxlaya bilərsiniz ki, apostrof s-dən sonraki söz zərfdir. Very, always, often, sonra already, just, going to, fond of, eager to. Bu tipdə sözlər gələrsə apostrof s-dən sonra yenə yəlik hal deyil. Sonra let us. Let us-a gəldik. Let us birgəlik bildirir. Məsələn, oyun oynayanda bəlkə fikir vermisiniz. Yazıb ki, let's go. Getdik. Bax, birgəlik bildirir. Go getməkdir. Let's go oldu, getdik. Let us go. It's, it is'dir. There's'dir, there is'dir. Sonra s-dən sonra nə not gəlir, not hissəciyi gəlmir. İnkarlıq halın. Orada göstərən not hissəciyi heç vaxt işlənə bilməz. Here, bura sözdə işlənə bilməz. Bu da bayaqlar dedik. Təkcə sifət gəlməz. Sifətdən sonra mütləq isim gəlməlidir. Bir də ki, ing ilə olan sözlər var ki, ing ilə olan sözlər. Biz bilmirik indi bu gerunddur, yəni ing ilə olan ing deyilir. Bilmirik bu gerunddur, yoxsa zamandır, davam edici zamandır. Necə ayıracaq? Baxacaq ki, cümlədə başqa zaman varmı? Baxın, David's smoking. Bunu bayaqlar tərcümə edəcək. Davidin siqaret çəkməsi valideynlərini narahat edir. Baxın, narahat edir. Bu xəbərimizdir. Nə? Davidin siqaret çəkməsi. Bir dənə xəbərimiz var onsuz da, worried. Yəni deməli bu davam edici zaman deyil. Amma bir də var ki, David smoking in the yard. Baxın, in the yard, həyətdə Davidin siqaret çəkməsi. Düz gələ bilər, həyətdə Davidin siqaret çəkməsi. Cümlə tamamlanmır axı. Cümlə bitmiş fikri ifadə etməlidir. Biz əgər bunu davam edici zaman kimi tərcümə etsək, yəni gerund kimi yox, davam edici zaman kimi tərcümə etsək, olur ki, David həyətdə siqaret çəkir. Baxın, David həyətdə siqaret çəkir. Burada nə yəlik halın şəkilsi var, nə də başqa bir şey. Bir dənə xəbərimiz var.
Nədir o? Siqaret çəkmək. Sonra bir sözdə s ilə işlənmiş cümlədə xəbər yoxdursa, s özü xəbərdir. Bunu dedik. Baxın, bu cümlələrdən başa saldıq. Əgər varsa, deməli s yəlik aldı. Bir də gəldik ad və soyadların yəlik aldı. Mr. kişi üçün, Mrs. qadın üçün istifadə olunur. İndi biz bir nəfər üçün ifadə edəndə başqa, ailə üçün ifadə edəndə başqa olacaq. Mr. Brown's place, bir də var Mr. Smith's children, məsələn, Mr. necə üzrsən? Mrs. Smith's children. Xanım Smith'in uşaqları. Smith'in. Bir nəfərdən söhbət gedir. Əgər yox, biz bir ailəni demək istəyiriksə, əvvələn z əlavə edirik. Sonra bir dənə s apostrof. Bu artıq baxın ailədir, cəmləndirdi. S apostrof əlavə edirik və cəmləndir. Özündən sonra gələn söz də cəmlənməlidir. Həmişə yoxdur. İndi elə sözlər var ki, ümumilikdə bir ailəyə aid olur. The Ford's cars. Ford ailəsinin maşınları. Baxın, əvvəldə z artiklı əlavə oldu. Xüsusi isimdən sonra da bir dənə s apostrof istifadə olundu. Bu formada. Apostrof s olmaz. Əgər sözün əvvəldə z varsa, o zaman sözün sonunda s cəm şəkilçisi olmalıdır. Bunu dedik. Yəlik hala çevirmək istəyiriksə, bir dənə apostrofda yazmalıyıq. Bunlar da indi nümunələrdir, baxarsınız. Bir də aşağıdakı sözlərdir ki, bu sözlər bu formada yazılıb. Yəni qısaltmadır. Bizim dildə də bu qısaltmadır. Məsələn, at my ankles. Əmim gildə deməkdir. Bizdə də elədir. Məsələn, mən əmim gildəyəm deyəndə daha demirik, mən əmimin evindəyəm. Nə deyirik? Mən əmim gildəyəm deyirik. Eynən buradakı qayda da elədir. Home sözü, ev sözü ortadan çıxıb, gedib. Bir dənə yazıb at my ankles. Bu yəlik halda onun sözdür. Baxın, burada yazılanları yadda saxlayın. Bir də bu tərəfdə yazılanları. Məsələn, burada hələ nə baxaq? Butcher's baxaq. Butcher's shop, at the butcher's shop. Ət dükanında. Butcher qəssabdır. Butcher's olur qəssabın dükanı, yəni ət dükanı, qısaca belə. Biz demirik ki, qəssabın dükanındayıq. Biz nə deyirik? Qəssabdayıq. Bizim dildə də eyni sözdür. Yəni bizdə dildə də qısaltma var, ingilislərdə də qısaltma var. Və bu mötərizə içərisində olan sözlər buradan çıxıb. Yəni bu sözləri istəsəz istifadə edin, istəsəz istifadə eləməyin. Bir də ki, bunların cəm forması olmur. Yəlik halda olan ismin qarşısında gələn təyinləyici söz, article, en, işarə əvəzliyi, yəni işarə əvəzliyi budur, this, o, this, bu, that, o, zes, bunlar, zos, onlar. Rəqəm 1, 2, 3, 4, 500, 1000 bu tipdə sözlər ola bilər. Several, many, few, some. Several bir neçə, many çox, few az, some bəzi bir qədər, bir neçə mənasını verir. Hər biri bir məna verir. Birinci ismə, yəni apostrof s-dən əvvəlki ismə aid olur. Baxaq. En-i biz demişdik ki, bir mənasını verir. Nə mənasını verir? Bir. Bir mənası verdiyi üçün en artiklı. Özündən sonra gələn sözə apostrof sonra s əlavə etməliyik. S apostrof yazsaq yanlış olur. Çünki bir var. Biri biz niyə cəmləndirək? Bir il. Baxın. A year. A year. Bu oldu bir il. Bir il təkdir. Biz illər demirik ki, illər deyəndə hə, s-i bu tərəfə keçir, baxın yazmaq olar buradakı kimi. Amma biz bir il deyirik, təkdədir. Ona görə bir dənə apostrof sonra s yazırıq. Sonra ən avəzdə eyni qaydadır. Few, a few. Burada isə baxın özündən sonra gələn söz cəmlənməlidir. Az, biraz deməkdir. S apostrof, S apostrof. Many-də də eyni qaydadır. Çox deməkdir. Özündən sonra gələn söz cəmlənməlidir. Severalda da eyni qaydadır. Özündən sonra gələn söz cəmlənməlidir. Sonra rəqəmlər, yəni birdən yuxarı olan rəqəmlərdə isə S apostrof, bir eynən en artiklı kimi eyni qaydadır. Baxın, one olan hissə. Birinci apostrof sonra s yazılmalıdır. This, that, o, bu. Baxın, təkdədir. Təkdədirsə apostrof s, cəmdədirsə onlar, bunlar mənasında s apostrof. Baxın, onlar, bunlar deyirik. Məsələn, those doctors. O həkimlər cəmdədir. Ona görə cəmləndirib sonra apostrof qoymalıyıq. Və ya da ki, burada o həkim təkdədir. Təkdədir deyənə apostrof sonra s qoymalıyıq bu hissədə.
Sonra aşağıdaki kateqoriyadan olan isimlər cəm forması qarşısında few, many, several, this, those miqdar sayılar gələrsə, bunlara biz nə dedik? S qoşuruq, sonra apostrof yazırıq, amma bəziləri var ki, ya kökdən dəyişirdi, buradakı sözlər kimi, ona görə biz nə yazmalıyıq? Bir dənə apostrof S yazırıq. Bir də var ki, təki cəmi eyni olur, bunda da yenə apostrof S yazırıq. Sonra bu sözlərin İngiliscə formasında cəm forması yoxdur. Today bugün, today's bugünlər olmaz. Yesterday dünəndir, dünənlər olmaz. Sabahlar ola bilməz. Sonra bir bunları silim. Sonra tomorrows dedik. Earth, dünyalar ola bilməz. Günəşlər, suns ola bilməz. Months, aylar ola bilməz. Worlds yenə dünyalar, yer kürəsi. Yer kürəsilər demişik biz heç yox. Dünyalar indi işlədilə bilər, amma dünyalar ümumən var deyil. Bir dənə dünya var. Və bunları yəlik halda bir dənə nə ilə düzəlir? Apostrof sonra S. Apostrof sonra S. Bir də ki, cansızlar var ki, bunların da yəlik halı apostrof S ilə düzəlir. A minute silence, məsələn, silence, üzr istəyirəm, silence. Bir dəqiqəlik sükut. Burada baxın, of-dan istifadə etmirik. Nə olsun ki, cansızdır? Apostrof S-dən istifadə edirik burada da. Sonra fəsillərin, ayların, günlərin adını bildirən sözlərlə biz apostrof S istifadə edə bilərik. Məsələn, yayın günü gedir əslində. Biz onu qeyri-müəyyən yəlik hala çeviririk, yay günü deyirik. İngilislər yayın günü deyir. Summer day. Sonra ölkə və şəhər adları bildirən isimlərlə, ölkə və şəhər adları bildirən isimlərlə apostrof S istifadə olunur. Sonra Tbilisis beauty, məsələn, baxın, apostrof S, Tbilisin gözəlliyi. Bunlar da bayaq dedik. The sun, the moon, the earth, the world, river. Bu sözlər tərcüməsini bayaq demişdim. River, çay, water, su, wind, külək, ocean, okean, city, şəhər, town, şəhər, ship, gəmi, boat, qayıq və saldakı o türklər sandal deyir ha. Həmin sözdür. Bu sözlərlə yenə nə istifadə olunur? Apostrof S istifadə olunur. Baxın, bu sıradakılar hamısı cansızdır, amma apostrof S istifadə olunur. Məsələn, the sun's ray, günəşin şüası. The world's population, dünyanın əhaləsi. The ocean's roar, okeanın gürültüsü. River's bank, çayın sahili. Burada fikir verdinizsə, nələrdən istifadə olundu? Apostrof S-dən. Nə olsun ki, cansızdır. Çaydır, cansızdır, amma apostrof S-dən istifadə olundu. Bir də ki, burada sayılmayan isimlərin siyahısı verilib. Bu siyahlara baxarsınız. Yəni, çalışın yadda saxlayın. Özü ayrı-ayrı verilib. Yəni, bugünkü dərsimiz bu qədər və biz isim bölməsi burada yekunlaşdırdıq. Amma dərs bitmədi. Bir neçə testə baxaq. Ondan sonra tam yekunlaşdıracağıq. Cases of nouns, isimlərin yəlik halı. Gəlin baxaq. Burada deyir ki, yəlik halda olan pasif case, yəlik halda olan cümlə seçin. Və biz baxaq, bayaqlar cədvəl var deyə göstərdim sizə. Apostrof S-dən sonra hansı sözlər gələrsə, yəlik hal deyil. Baxın, orada very sözü var idi, sonra going sözü var idi. Bu sözlər gələrsə, yəlik hal deyil. Baxın, yadda saxlayın. Bu sözlər gələrsə, yəlik hal deyil. Sonra made, feildir. Bu da yəlik hal deyil. Sonra bir dənə baxaq, bu qalsın. Burada da baxın, whose sözü var. Whose sözü, bayaq bir dənə siyahı var ya, yazılmışdı ki, bu sözlər yəlik hal deyil. Whose orada var idi. Hətta that gəlib özündən sonra that əvəzi idi. Əvəzi gələ bilməz. Y də çıxdı. D variantı. Professor words. Professorun sözləri. Məsələn, 2-yə baxaq. 2-də də eyni qaydadır. Məsələn, burada baxın, reading var. Ayıncı var. İnıqı, ayıncı. Qalacaq ki, bu zamandır, yoxsa yəlik hal. Baxır, a novel. Özündən sonra başqa bir xəbər yoxdur. Nə am, is, are, nə was, were var, nə də ki will be, shall be, will, shall. Elə bir şeylər yoxdur. Deməli, A variantı deyil. Xəbərdir burada. Burada got sözü gəlib. Ola bilməz. C də eyni variantı. Got sözü gəlib. Ola bilməz.
Burada pets my sözü gəlib. My əvəzi idi. Ola bilməz. Qalır D variantı. Granny nənədir. Alice nənə. Alice'in nənəsi. Digər qaydalar da artıq bir-birinə oxşuyur. Yəni məsələn burada 9-a baxaq. 1 ola bilər. Çünki dedik ki 2 days apostrof sonra s olmalıdır. Amma baxın 2-də main sözü kökdən cəmlənib. Kökdən cəmlənibsə biz buna s apostrof yox, apostrof sonra s yazmalıyıq. Bu səhvdir. Bu da getdi. There's tracks bu olur. 3 düzdür. Hələ ki 1 3. 4-ə deyək niyə səhvdir? Baxın two. Two saydı. 1 yox 2. 2 deməkdir two. Və özündən sonra gələn söz cəmlənməli idi. Days sonra apostrof qoyulmalı idi. Baxın burada qoyulmalı idi apostrof. S-dən sonra. Burada isə S-dən əvvəl yazılıb. Ona görə 4 də səhvdir. Doğru cavab 1 3 A variantı. Məsələn burada da baxın 8 də eyni qaydadır. Bu rahatdır hətta. Buna özünüz baxarsınız. Çətin tipli tapşırıqlara baxın. Məsələn 12'ye baxaq. 12 də eyni qaydadır amma yenə baxaq da. Burada da düzgün variantı seçin deyir. To always ola bilər. Baxın to 2'dir. S işlənib. Yəni 1 düzdür. 2'də baxın 5. 5 deməkdir. 5'dir amma S bu tərəfdə işlənib sonra apostrof yazılmalıdır. Bu da səhvdir. 2 days cəmlənmir. Yadda saxlayın. Yəni bu günlər deyə bilmirik axı. Bu günlər. Bugün bir dənədir. Bugün yaşandı bitdi. Ona görə bu da olmur. 3 kilometers bu düzdür. Baxın 3 3'dür. Sonra da apostrof əslində S sonra apostrof var. 4 1 4 Y variantı. Başqa baxaq. Məsələn 23. 23'də həm what's olmur, həm də özündən sonra your sözü əvəzli gəlib. 1 olmur. It's ola bilməz, amma Tom's ola bilər. Birthday ad günü. İşlənə bilər. Üzr istəyirəm, 2-ni xətt çəkdim. 2. Kate's book. Books ola bilər, yəni kitablar, Kate'in kitabları. 3'ü seçdik. Amma burada baxın let's dedik axı bayaqlar. Let us birgəlik bildirir. Ona görə 4 olmur. Doğru variant 2 3 B. Baxın bu bayaq da kitabda yazılan qayda idi. 24'ə baxarsınız. Burada artıq baxın təkrarlanır tapşırıqlar. Bir neçəsinə baxandan sonra o bizlər uyğun gəlir. 38'ə baxaq məsələn 38 maraqlı sualdır. Burada deyir ki, gəlik halda olan sözləri seçin. Cümlələri seçin. Biz bayaqlar fikir verdik. Gördük ki, birinci baxın Ankles home olmalı idi əmimgildə. İndi home sözü gedə bilər. Oradan necə deyim? Çıxa bilər. 1 ola bilər. Gəlik halda ankles. Burada baxaq. Rachel's and Pamela's eyes. Ay sözünün tərcüməsinə baxaq. Göz deməkdir. Eyes olur gözlər. Göz bədən üzvüdür. Hər kəsin özünə məxsus gözü var. Deməli, hər kəsin hər biri adın sonuna apostrof S qoyulması düzgündür. 1 2'dir cavab D variantı. O birislər niyə olmur? Baxaq. Burada 3 days. Baxın. Day apostrof birinci gəlməməlidir. S sonra o apostrof gəlməlidir. Niyə? Çünki 3 deməkdir. 3 günlər olur sonra. Baxın 3 günlər. İngilislər belə deyir. Belə olmalıydı. Days. Sonra apostrof. Burada isə apostrof S qoyublar. Səhvdir. Buradakı White House qoyublar. Z artikli gəlibsə, ailəni bildirirsə, burada da yenə baxın. S sonra apostrof olmalıydı. 4 ilə 3 ona görə səhvdir. Demək olar ki, bu tipdə tapşırıqlar ancaq təkrarlanır. Yəni bizdən yayıq halı seçməyi xahiş eləyir. Biz də ona uyğun baxıb seçirik. Yəni məncə bir çətinlik qalmaz burada. Yəni bütün sözlərə baxaq. Heç bir fərqli tapşırıq yoxdur. Yəni bir tapşırıqlar artıq eyni şeydir. Hətta istəsəz buna baxaq.
94. 94-də one is not. Not gəlib. Not ola bilməz. Bir səhvdir. Two days, baxın, ola bilər. Two days high, yüksək. Deyəcəksiniz sifət gəlib, olmaz. Amma özündən sonra baxırıq, texnologiya gəlib. Texnologiya nə? İsimdir. Sifət sonra isim gələ bilər. İkini götürürük. The child's toys. Baxın, this ilə child's düz gəlmir. This yadınızdadır. Bunlar dedik. Özündən sonra gələn isim cəmlənməlidir. Children olmalıydı. Burada child's yazdım. 3 də səhvdir. 4 düzdür. İsimin yarı qaldı. Özündən sonra da isim gəlib. Hətta başqa xəbər iz var yuxarıda. Yəni doğru variant 2, 4. Yəni bu tipdə tapşırıqlara baxarsınız. Nə çətinliyiniz olsa bildirə bilərsiniz. Bugünlük dərsimiz bu qədər. Növbəti dərslərdə görüşərik.